Salam, hər vaxtınız xeyir olsun. Yenə Həmid müəllimin bu səfər sualı. Qlavkoma görəsən tək tərəfli mi olur, yoxsa iki tərəfli mi olur? Ümumiyyətlə bildiyimiz açıq bucaqlı qlavkoma simmetrik xəstəlikdir, iki tərəfli olur. Əksər hallarda iki tərəfli də gedir, amma çox nadir halda bəzən bir tərəfdən başlayır, digər tərəfə də keçir. Psevdoksfoliativ qlavkomalarda daha çox tək tərəfli müşahidə edirik başlanğıc olaraq, amma zamanla digər gözlə qoşulur. Amma birincili açıq bucaqlı qlavkoma simmetrikdir, iki gözlə də olur. Dar bucaqlı qlavkoma, bunlar da əksər hallarda gözün quruluşuna bağlı olduğuna görə onlar da simmetrik olur. Daha çox travmaya bağlı olan, hər hansı keçirilmiş göz xəstəliklərinə bağlı olan, orqanizm hər hansı bir iltihabi xəstəliklərinə bağlı olan, nəzarətsiz qalmış şəkərli diabet xəstələrinə bağlı olan qlavkomalar bəzən tək tərəfli olur. Amma bir statistika soruşsanız yoxdur, 100 xəstədən neçəsi simmetrik, neçəsi tək tərəfli, 100 xəstədən 95-i simmetrik, 5-i tək tərəfli olur. Yəni, böyük əksəriyyəti simmetrik iki tərəfli olur, çox nadir tək tərəfli rast gəlinir.